Salam əziz dördüncülər, hörmətli kanal izləyiciləri və dəyərli valideynlər. Sinar yayımlarının yarpaq test vəsaitindən izahlarımız davam edir. Test 55 mövzumuz cədvəl qurmaqla və qanunauyğunluq tapmaqla məsələ həllidir. Bilirsiniz ki, 4-cü sinifdə məsələ həlli üsulları var ki, biz bunlardan birini yerinə yetirmişik, yəni sizlər üçün izah etmişik. Davamı olaraq 55-ci test və bundan sonraki testlərdə də izahları davam etdirmiş olaraq. Bizim izahlarımız sizin üçün yararlıdırsa, kanala abunə olub dəstək olmağı unutmayın. Ən gözəl şəkildə hazırlaşmaq üçün də əlbəttə şəxsimə yaza bilərsiniz. Mən Rauf Mirzəyev, aşağıda nömrə qeyd edilmişdir. Tapşırıq 1-dən başlayırıq. 1-də görək nə yazır? Yazır ki, mağaza endirim kampaniyasında 500 qramlıq çay alana 250 qramlıq qənd hədiyyə etdi. Kampaniya ərzində 500 kiloqram qənd hədiyyə edilmişdirsə, neçə kiloqram çay satılmışdır? İlk öncə cədvəllə biz bunu 1 kiloqram qənd alınana qədər neçə kiloqram çay almaq lazımdır? Bunu tapmış olarıq. Yəni bunu siz cədvəl şəklində yazmış olsanız, məsələn yuxarıda qəndi, daha doğrusu çay yazırıq. Çay. Aşağıda da qənd yazılır. Qənd. Deməli, biz bilirik ki, 500 qram üçün nə qədər alınır? 250 qram. Bu 1 kiloqrama qədər getmiş olacaq. Yəni, qənd 1 kiloqram olana qədər. Çünki 500 kiloqram qəndir. Görək, 500 kiloqram qənd, 1 kiloqram qəndə nə qədər çay almaqla? 500 kiloqram, 1 kiloqram hədiyyə qənd üçün nə qədər çay almaq lazımdır? Daha sonra baxırıq ki, 1000 qram, yəni 1 kiloqram alınmış olsa, 500 qram, nə olacaq? Burada qramdır bunlar. Bunu 500 qram qənd hədiyyə olunacaq. Daha sonra baxırıq ki, 2 kiloqram, yəni artıq keçdi, 2 kiloqram alınarsa, 1 kiloqram nə olur? 1 kiloqram qənd hədiyyə olunmuş olur. Deməli, hər 1 kiloqrama 2 kiloqram çay almaq lazımdır. Hər 1 kiloqram hədiyyə üçün 2 kiloqram çay almaq lazımdır və çayın sayı, alınan çayın sayı qəndin sayından 2 dəfə çoxdur. Deməli, 500 kiloqram qənd alınıbsa, onda alınan, daha doğrusu hədiyyə verilibsə, bunun 2 qatı qədər çay almaq lazımdır ki, bu da 2-yə vurmuş olsaq, eləcək 1000 kiloqram etmiş olacaq. Deməli, 1000 kiloqram bizdən sonra ki, neçə kiloqram çay satılmışdır və yaxud da ki, çay almaq lazımdır ki, bu 500 kiloqram hədiyyə olunsun. Bu da eləcək 1000 kiloqram. Doğru cavabımız A variantında verilmişdir. 2 nömrəli tapşırıqda yazır ki, nənəm 1 bidon süddən 2 litr qatıq, 3 kiloqram pendir hazırlayır. O bir neçə bidon süddən 27 kiloqram pendir hazırlayıbsa, neçə litr süd hazırlayıb? Bu süd olmaz, yəni burada sizdə əgər kitabda südsə, burada qatıq hazırlayır, bir də pendir, qatıq olacaq, qatıq. Deməli, nə qədər qatıq hazırlayıb? 27 kiloqram pendirdirsə, neçə kiloqram da süddür? Süd deyirəm, qatıqdır. Bura qatıq yazmış oluruq, qatıq. Burada pendir yazmış olarıq. Yəni, cədvəl qurursunuz. İndi biz bu cədvəli bu cür qursaq, qurmasaq yerləşməyəcək burada. Cədvəl bu cür qurulmuş olur. Deməli, buradan başlayırıq ki, bilirik ki, 2 litr qatıq üçün getmiş olur. 2 litr qatıq hazırlayır. 3 kiloqram nədir? Pendirdir. Sonra bu 5 olmuş olanda bu 6 olmuş. 5 nədir? Bu 4 olmuş olanda bu 6 olmuş olacaq. Daha sonra bu 6 olanda bu olacaq 9. Daha sonra bu cür davam etmiş olur. Əslində bunu indi bu cür artırsaq, məsələn 6 artıraram da. Deyək ki 6. Bir dənə də 6 gəlsə, yəni 2 qatı gəlmiş olsa, burada olsa 12. Burada olsa neçə olacaq? 18 olmuş olacaq. 9 gəldi. Bir dənə də 9 gəlmiş olsaq, yəni bu cürdə yerləşməyəcək deyə, ona görə bu 6 davam edir. 6 litrdə gəlmiş olsaq 18. Bunu da yəni üstünə bir dənə də 9 gəlir. Burada 6 gəlirik. Burada 9 gəlməli. Necə 27. Deməli 27 kiloqram pendir hazırlayanda nə qədər qatıq hazırlanmış olur? 18 litrdə qatıq hazırlanmış olur ki, doğru cavab da C variantında verilmişdir.
Əlbəttə bunu qısa şəkildə yazdım. Siz uzadıb yəni belə də 2 qatığı 2 pendirdə 300 artıra davam edə bilərsiniz. Sadəcə cavabı almaq üçün biraz da səliqəsiz yazdım. Növbəti tapşırığa baxırıq. 3-də yazır ki, aşpaz bir keks üçün 4 ədəd yumurta, 2 stəkan süd, 2 stəkan un istifadə etdi. O bir neçə keks bişirdi və 20 yumurta istifadə etdi. Aşpaz kekslərə cəmi neçə stəkan süd istifadə etdi. Deməli, keks bişirməyə 4 dənə yumurtanı yazaq buradan. Daha sonra süd istifadə eləyir. Bir də nə istifadə eləyir? Un istifadə etmiş olur. Əla. Deməli, 4 yumurta, bunu yenə də bax buradan deyirəm ki, belə cədvəl şəklində də qurmuş olarıq bu şəkildə. Məsələn, cədvəl kimi qurmuş olsaq. Bunu da buradan, indi mən baş hərflərini yazdım. Siz istəsəz, yəni yazmış olarsınız. Düzdür, biz hara qədər davam etmiş olaraq, nə qədər gələcək yazmış olaraq. Baxırıq, 4 yumurtadır, 2 stəkan nədir? Süddür və 2 stəkan süddür və 2 stəkan da undur. Sonra 4'ü bir dəfədə yumurtanın sayı 8 oldu. Yəni 4 artırıq. 8 oldu. Burada bununla 2 qatı olacaq. Nə qədər? 2 də bunda artırsaq 4. Bu da 4 olacaq. Sonra 12 olanda bu olacaq 6. Bu da olacaq 6. Bu 16 olanda bu olacaq 8. Bu da olacaq 8. Birini də buradan çəkmiş olaq. Yenə də 4 arası 20. Bizə 20 yumurta deyir istifadə edərkən. 20 burada olacaq 10. Burada da olacaq neçə? 10 olmuş olacaq. Deyir, aşpaz kekslərə cəmi neçə stəkan süd istifadə elədi? Neçə stəkan? 10 stəkan süd istifadə elədi? Deyilir. Əslində cədvəl qurmasaq da ala bilərik. Bir ki, 4 ədəd yumurta, 2 stəkan süddür. Südün miqdarı yumurtanı göstərən ədədin miqdarından 2 dəfə azdır. Yəni burada 20-dirsə 20-dən 2 dəfə az 10 olmuş olacaq. Amma mövzumuz şəkil çəkməklə olduğuna görə çalışıram ki, o cürdə izah edim sizin üçün. Əlbəttə bunların şəkil çəkməklə izahından başqa, yəni digər izahları da var. Növbəti baxırıq ki, 2 kitabın qiyməti 12 manatdır, 3 dəftər isə 6 manatdır. 5 kitab üçün lazım olan pula neçə dəftər almaq olar? 2 kitabın qiyməti 12 manatdır və bizə deyir ki, 3 dəftər isə 6 manatdır. 5 kitab üçün lazım olan pula neçə dəftər almaq olar? Bunun üçün ehtiyac yoxdur. Bir qanuna uyğunluq var ki, bir kitabın qiymətini tapmış olarıq. Bir kitabın qiymətini tapmaq üçün 12-ni eləyirik, bölürük 2-yə. Tapırıq ki, bir kitab 6 manatdır. Və bizə deyir ki, 3 dəftər 6 manatdır. Bu dəftəri də tapırıq ki, bir dəftər neçəyədir? 6-nı da bölərik. 3-sə bu da eləyəcək 2 manat. 5 kitaba nə qədər alacaq? 5 kitaba nə qədər pul veriləcək? Bir kitab 6 manatdır. 6-nı 5-ə vurmuş olsaq eləyəcək 30 və 30-u da nə edirik? 30 manata neçə dənə dəftər almaq olar? 30-u da bölürük 2-yə. Bu da bərabərdir 15 dənə almaq olar ki, doğru cavab A variantı. Ehtiyac yoxdur. Şəkillə də istəsiniz çəkərsiniz. Amma yəni bu şəkildə yazmış oluruq. Zaman getməsin deyə. Yazır ki, bir telefon alanlar fərqli rəngdə 2 qulaqcıq hədiyyə edilir. 250 qulaqcıq hədiyyə olunmuşdursa, neçə telefon satılmışdır? Bir telefon 2 qulaqcıq. Deməli, 250 dənəsə telefonun sayı qulaqcığın sayından 2 dəfə azdır. Yəni, biz 2 qulaqcıq alırıqsa, bir dənə telefon, yəni 2 qulaqcıq hədiyyə olunursa, bir telefon alınmalıdır. Burada da 250 qulaqcıq hədiyyə olunub. Deməli, qısa yolla 250 bölünsün 2 olmuş olacaq. Çünki telefonun sayı bundan 2 dəfə azdır. Bu da bərabərdir 125 etmiş olacaq. Doğru cavab A variantı. 6-ya baxırıq. Yaz ki, panikdə bir cərgədə 4 pomidor şişləyib, 3 badımcan şişli əkilmişdir. Bir neçə belə cərgədə cəmi 30 şişli badımcan əkilmişdirsə, cəmi neçə pomidor şişli əkilmişdir. Biz bilirik ki, panikdə bir cərgədə 4 pomidor var və 3 badımcan şitili var. Deməli, bir cərgədə 4, üstə gəlinsin 3. Cəmi 30 şitil. Nə? Badımcan əkilib. Tamam, eyb yoxdur. Bir cərgə var. Deməli, 30 şitil, 3 badımcan şitili əkilmişdir. Bir neçə belə cərgədə
cəmi 30 ştil badımcan. 30-u bölürük 3-ə. Çünki hər cərgədə 3 badımcan ştili var. Görək neçə dənə cərgə var ki, bunlar hamısı bir yerdə 30 olub. 30-u bölmüş olaraq 3-ə bərabərdir eləyəcək 10 etmiş olacaq. Deməli 10 cərgə var və bir də deyək ki, cəmi neçə pomidor ştili var. 10 cərgə varsa, hər cərgədə 4 pomidor varsa, onu da nə edirik? Vurmuş olaraq 4-ə. Bu da bərabərdir eləyir 40. Doğru cavabımız C variantında verilmişdir. Yəni bunu belə desək, cədvəldən də tapa bilərik ki, məsələn burada 3 badımcandırsa, 4 nədir? Pomidordur. 6-dırsa, burada olacaq neçə? 8. Burada 9-dursa, burada olacaq 12. Bu cür davam etmiş olardıq. Ta ki gedib, yəni ki, bu badımcanın sayını 30-a çatdıranda tapardıq ki, pomidor sayı neçəyə bərabərdir. Məsələn burada 30 olanda burada da neçə olardı? 40 olmuş olacaqdı ki, və biz bilərdik ki, nə qədər əkilmişdir pomidor. Amma bunu cədvəllə yazmaqdansa bu şəkildə yazmaq daha rahat. Səmaya nənə 1 saatda 2 çörək pişirir. Təranə nənə isə 2 saatda 5 çörək pişirir. Səmaya nənənin 5 saata pişirdiyi çörəyi Təranə nənə neçə saata pişirmiş olacaq? Əlbəttə, bunu da cədvəl qurmaqla da həll edə bilərik. Amma cədvəlsiz həll edeyim, daha sonra cədvəllə də qısa şəkildə izahını vermiş olaram. Biz bilirik ki, 1 saata 2 çörək pişirir Səmaya nənə və bizə deyir ki, Səmaya nənə 5 saata pişirdiyi çörək. 5 saata görə nə qədər çörək pişirmiş olacaq? 5-i vurmuş olaraq 2-yə bərabərdir 10 çörək pişirir. Bizə deyir ki, 10 çörəyi neçə saata pişirmiş olacaq? Biz bilirik ki, Təranə nənə hər 2 saatda 5 çörək pişirir. Və 10 çörək üçün neçə dənə 2 saat lazım olacaq? Bunun üçün də 10-u bölmüş olaraq 5-ə bərabərdir. 2 dənə 2 saat lazımdır ki, 2 dəfə 2 saat yəni ki, pişirmiş olsa və 2 dəfə də 2 saat neçə saat etmiş olur? 4 saat etmiş olur. Deməli, Təranə nənə neçə saata pişirəcək? 4 saata pişirmiş olacaq. 5 saata pişirilən çörəyi, yəni Səmaya nənənin 5 saata pişirdiyi çörəyi bu 4 saata pişirmiş olacaq. Bunu indi qısa şəkildə necə, daha doğrusu qısa deyəndə digər şəkildə necə yazmış oluruq? Baxırıq ki, məsələn, biri 1 saata 2 çörək pişirir, digər isə 2 saata pişirmiş olacaq, 5 çörək pişirmiş olur. Bunu cədvəllə yazmaq üçün bunun 2 cədvəl qursaq daha rahat olacaq. Səmaya nənənin 5 saata pişirdiyi çörək. Məsələn, deyək ki, birinci saat olacaq 2 çörək. Burada saatları yazarıq. Bu Səmaya nənə üçün yazmış olur ki, məsələn, Səmaya nənənin çörəyi 1 saata, sonra 2 saata 4 çörək, 3 saata 6 çörək, 4 saata 8 çörək, məsələn 5 saata da 5 saata pişirdiyi çörək 10 çörək. İndi bundan sonra baxırıq ki, neyinirik? Təranə nənənin 10 çörəyi neçə saata pişirdiyini. Deyir ki, 5 çörəyi neçə saata pişirir? 2 saata pişirir. 10 çörəyi neçə saata pişirəcək? 4 saata pişirmiş olacaq. Burada çörəkdir artıq. Yuxarıda saatidir Səmaya nənədə. Yəni bu Səmaya nənə üçündür. Səmaya nənədə saatidir. Burada da nədir? Çörəkdir. Amma biz birinci çörəyi yazırıq. Aşağıda isə saatı yazmış olur. 5 çörək 2 saat. 10 çörək neçə saatdır? 4 saat olmuş olacaq. Bununla da bitirmiş olarıq. Əlbəttə, yəni bunun üçün ehtiyac nə qədər var bilmirəm, amma cədvəlsiz də yaza bilərik. 8-ə baxırıq. Ya ki, Leyla 2 kvadrat 6 üçbucaqdan bir ornament düzəltdi. O bir neçə ornament düzəltmək üçün kağızdan 20 kvadrat kəsdi. Leyla ornamentləri tamamlamaq üçün neçə üçbucaq kəsməlidir? Üçbucaqların sayını tapmalıyıq. Biz bilirik ki, 2 kvadrat üçün 6 üçbucaq lazımdır və 20 kvadrat düzəldibsə, baxaq görək ki, 6 dənə üçbucaqdırsa, 1 kvadrata neçə dənə üçbucaq düşmüş olur? 6-nı neyinirik? Bölürük. Niyə yazmadı? 6-nı bölmüş oluruq 2-yə. Deməli, 1 kvadrat üçün nə düşəcək? 3 üçbucaq lazımdır. 20 kvadrat üçün nə qədər olacaq? 20-ni də vurmuş olaraq 3-ə, bu da bərabərdir 60. Deməli, 20 kvadrat kəsdi və ornamenti tamamlamaq üçün nə etməlidir? 60 dənə də üçbucaq kəsməsi lazım ki, doğru cavabımız A variantıdır. Bunun bir də izahını verim ki, cədvəllə necə olacaq? Məsələn, 2 kvadrat 6-dır. Sonra olacaq 4 kvadrat 12-dir. Məsələn, 2 artıraq. 6 kvadrat 18 olmuş olacaq. Sonra 8 kvadrat 24 olmuş olacaq. Yəni 6 görürsünüz, bunlar artmış olacaq ki,
yəni kvadratların sayı, bu da üçbucaqların sayı. Bu cür cədvəl qurmuş oluruq. Ta ki gəlib, yəni 20-yə çatanda, burada 20 kvadrat olanda, burada da 60 olacaq və sonda 20-ni aldıqdan sonra cavabımız neçədir? Deyir ki, 20 kvadrata 60 dənə üçbucaq düşmüş olur. Bu cür tapmış olardıq. Bunların şəkil çəkməklə də yolunu deyirəm, çünki bəzi müəllimlər əlbəttə bunları dərs zamanı da izah etmiş olurlar ki, bəzən çətinliklər çəkərsə, qulaq assalar, elə də yəni yolu çətin deyil. Yazır ki, bir sahəni birinci maşın 4 saata, ikinci maşın isə 6 saata suvarır. Birinci maşın 6 sahəni suvardığı müddətdə İkinci maşın neçə sahə suvarmış olacaq? Deməli, birinci maşın bir sahəni 4 saata, ikinci maşın isə 6 saata suvarmış olur. Və 6, bizə deyir ki, 6 sahəni suvaracaq. 6 sahə üçün nə qədər birinci maşın zaman itirmiş olacaq? Bir sahə üçün 4 saat zaman itirsə, 6 sahə üçün 6 vurulsun 4 və ya 4 vurulsun 6, 24 saat vaxt itirmiş olacaq. Bu 24 saata biz də bilirik ki, hər 6 saata neçə bir sahəni suvarmış olur. Bu 24 saata suvardığı zamanı bölmüş olaraq biz bir ki, hər 6 saatda bir sahə suvarmış olacaq. 24 saata neçə saat suvarmış olar ikincisi? Bunu da 24'ü bölmüş oluruq ki, 6-ya. Bu da bərabərdir 4 sahə. Deməli, ikinci maşın neçə sahə suvaracaq? 4 sahə suvaracaq. Bu da B variantında verilmişdir. Cədvəllə necə yazmış olarıq? Bunun da heç bir problem yoxdur. 2 dənə cədvəl çəkmiş oluruq. Tapırıq ki, məsələn, neçə saat vaxt itirmiş olacaq? 4 saata bir necə olar? Bir sahə. Məsələn, deyək ki, daha doğrusu bir sahəni 4 saata. Sonra 2 sahəni 8 saata. 3 sahəni məsələn 24 saat. Sonra da buradan da biz bilirik ki, məsələn bu cür davam etmiş olsa, yazaq da hamısını. 3 sahəni olacaq 12, 4 saha olacaq 18, 5 saha olacaq, düzmü? 4 getməliyim. 16. Daha sonra 5 saha olacaq 20, 6 saat olacaq 24. Sonra da bu 24, indi biz bilirik ki, 6 saata 1 sahə hazırlayır. Bax, tərsinədir. Bax, burada saat yazırdıq, zaman idi. Burada isə sahə idi, sahə. İndi burada yuxarıda saat yazırıq. Burada isə sahə yazırıq. 6 saata 1 sahə. Sonra, bax, 24-ə qədər davam etmiş. Bu 24-ümüz tam olaraq düşməyib, 24. Məsələn, 12 olacaq 2 sahə. Sonra 18-ə 3 sahə. 24 saata neçə sahə? 4 sahə. Bu da cədvəllə, amma yəni sizin üçün hansı uyğundursa ondan yaza bilərsiniz. 10-cu tapşırığa baxırıq. Onda yazır ki, Fanta şirkəti 3 mavi qapaq gətirənə 2 ədəd 1 litrlik Fanta hədiyyə edir. Kampaniya müddətində 200 litr Fanta hədiyyə olunubsa, neçə ədəd mavi qapaq gətirilmişdir? Mavi qapaqlar, hər 3 mavi qapaq gətirənə 2 ədəd 1 litrlik Fanta hədiyyə edilmiş olur. 2 ədəd 1 litrlik hədiyyə olunmuş olur və 200'ü, 200 dənə Fanta hədiyyə olunubsa, ona görə də 200'ü neyləmiş oluruq? Bölmüş oluruq ki, 2-yə. Görək neçə dəfə belə 3 mavi qapaq gətirilib. Bu da eləyəcək neçə? 100 dəfə gətirilmiş olmuşdur. 100 dəfə 3 qapaq gətirilibsə, deyir cəmi neçə gətiribsə, neçə mavi qapaq gətirilib? 100 dəfə 3 gətirilib, 100 də vurmuş olaraq 3-ə, bu da eləyəcək neçə? 300 mavi qapaq gətirilib ki, nə qədər? 200 litr Fanta, yəni 200 ədəd Fanta, 1 litrlik Fanta hədiyyə edilmişdir. Davam edək, növbəti tapşırıq. Doğru cavabımızda A variantında var. 11-də yazır ki, sinifdə uşaqlar riyaziyyat dərnəyi üçün qruplara ayrıldılar. Qruplara ayrıldı. Hər qrupda 2 qız, 3 oğlan var. Sinifdə 15 oğlan varsa neçə qız var? 15 oğlan var. Neçə qrup düzəlir 15 oğlandan? Bunu da nə edirik? Qrupların sayını veririk və hər qrupda 2 qız olduğuna görə qızların sayını tapmaq üçün qrup sayını hər qrupda olan qız sayına vurmuş olarıq. Məsələn, belə deyək də, bir qrup yarandı burada. Burada 3 oğlan var, 2 qız var. Oğlan, 2 dənə də qız var. Və biz baxırıq ki, görək
15 dənə oğlan neçə dənə qrupda var ki, neçə qrup var ki, cəmi 15 oğlandır. Bunu da 15-i bölmüş olarıq 3-ə, bərabərdir neçə etmiş olur? 5. Deməli 5 qrup var. Hər qrupda 2 qız olduğuna görə 5-i də 2-yə vurmuş olsaq eləyəcək 10. Deməli 10 qız var sinifdə. Bu qədər. 12-yə baxırıq ki, Səma 2 sarı, 1 narıncı muncuq düzərək boyunbağı düzəltdi. O boyunbağda 25 narıncı muncuq istifadə edibsə, cəmi neçə muncuq istifadə edib? Cəmi neçə muncuq istifadə edib? Biz birinci bilməliyik ki, 25 dənə narıncıdırsa, sarılar bundan 2 dəfə çoxdur. Onda neçə sarıdır? Sarının sayını tapmaq üçün sarı. Bu da yəni narıncını bilirik. Narıncı neçədir? 25-dir. Sarının sayını da tapmaq üçün 25, yəni sarı bundan 2 dəfə çoxdur. 2-yə vurmuş oluruq, eləyir 50. Və cəmi neçədir? Bizdən soruşur, cəmi neçə muncuq? Yəni sarı ilə narıncının bir yerdə. Bunları da toplayırıq, eləyir 75. Doğru cavabımız da D variantında verilmişdir. 13-ə baxırıq, yazı ki, xalam 3 kiloqram almadan 1 litr meyvə şirəsi və 2 banka mürəbbə hazırlayır. O 4 banka mürəbbəni neçə kiloqram almadan hazırlayır? Biz bilirik ki, hər 2 banka üçün 3 kiloqram alma lazımdır. Və 4 banka üçün neçə dənə banka, neçə kiloqram lazımdır? 4 bankanın içində hər 2 banka üçün 3 kiloqram gedir. 4 banka üçün neçə dənə 2 kiloqram lazımdır? 4-ü nə edirik? Bölmüş oluruq 2. Yəni 4 bankanın içində neçə 2 banka var? 2'lik banka var. 2 dənə. Yəni bu o demək ki, 2 dəfə 3 kiloqramlıq lazımdır. Və 3'ü də nə edirik? Vururuq 2-yə. Bu da bərabərdir. Neçə etmiş olacaq? 6 etmiş. Demək 6 kiloqram almadan hazırlayır 4 banka mürəbbəni. Hər 3 kiloqram üçün. Bunu cədvəllə də yaza bilərik. Məsələn, 3 kiloqram üçün 2 kiloqram banka lazımdır. Daha sonra 6 kiloqram üçün 4 banka hazırlanacaq. Biz 4'ü alana qədər bunu davam etmiş oluruq. Doğru cavabımız da 6 olacaqdır ki, bu da B variantında var. 14'ə baxırıq. Yazır, kiçik hovuz 200 vedrə su ilə tam dolur. Vedrənin tutumu 5 litr. Tutumu 4 litr olan neçə vedrə ilə kiçik hovuz tam dolacaq? 200 vedrə tutur və 1 vedrə 5'dir. Görək cəmi neçə litr tutur? 200'ü nə edirik? Vurmuş oluruq 5'ə. Bu da eləyəcək 1000 litr etmiş olacaq. Deməli 1000 litr hovuz su tutur. Bunu 4 litrlik vedrə ilə neçə dəfəyə doldurmaq olar? 1000'i nə edirik? Bölürük 4'ə. Bu da bərabərdir 250 vedrə lazımdır ki, doğru cavab B variantı. 15'te yazır ki, Nuray 10 məsələni 3 saata, Sahil isə 5 saata həll edir. Sahilin 30 məsələ həll etdiyi müddətdə Nuray neçə məsələ həll edəcək? Deməli 10 məsələni 5 saata həll etmiş olur. 30'un içində neçə dənə 10 məsələ varsa o qədər 5 saat. Nə edirik? 30'u bölürük birinci 10'a ki, görək 30'un içində neçə 10'luq var? Əlbəttə ki 3. Deməli Sahil 3 dəfə 5 saat istifadə etmiş olacaq ki, 5'i də 3'ə vuranda cəmi 15 saat edir. İndi biz bilməliyik ki, Nuray bu 15 saata neçə məsələ həll etmiş olur. Bunun üçün də 15'i bölürük 3 saatlara. Görək Nurayın, yəni hər 3 saata 10 məsələ həll edirsə, neçə belə 3 saat, yəni neçə belə 10 məsələ həll edə bilər? 15'i də nə edirik? Bölmüş oluruq 3'ə, bu da edir 5. Deməli 5 dənə 10 məsələ, 10'luq, yəni 10'luq məsələ, 10 məsələ həll edə bilər də. 10'un məsələlər həll edə bilər. Bunu da 10'u da vurmuş olaraq 5'ə. Neçə etmiş olacaq? 50 etmiş olacaq ki, doğru cavabımız A variantında verilmişdir. Deməli, Nuray neçə məsələ həll edəcək bu müddət ərzində? O 30 həll edəndə bu 50 həll etmiş olacaq. Bunu əlbəttə çəkidə bilərik. Yəni bu şəkildə 10 həll edir. Bu 3 saata 10 həll edir. Bu 5 saata 10 həll etmiş olur. Daha sonra bu cür davam etmiş olaraq. Amma o yorucusa ən gözəl də bu şəkildə yazmış oluruq. 16'ya baxırıq. Yəni ki, dərzi 2 paltarı bir günə, şagirdi isə bir paltarı 2 günə tikir. Dərzi 16 paltar tikdiyi müddətdə şagirdi neçə paltar tikəcək? Biz bilirik ki, 2 paltarı dərzi bir günə tikir. 16 paltar tikdiyi müddətdə biz də bilirik ki, bir paltarı 2 günə şagirdi tikir. Bir paltarı 2 günə tikir. 16 paltar tikdiyi müddətdə
Neçə müddət keçəcək? 16-nı 2 paltarı bir günə tikdiyinə görə 16-nı bölürük 2-yə. Bu da eləyəcək 8. Deməli 8 günə tikəcək. 8 günə neçə paltar tikmiş olacaq? Hər 2 günə 1 paltar tikirik. Ona görə də 8-i də nə edirik? Bölürük 2-yə ki, tapırıq şagirdi 4 paltar tikmiş olacaq bu müddət ərzində. Bu da C variantında verilmişdir. Bir daha deyirəm. Dərzi 2 paltarı bir günə tikir. 16 paltar tikibsə, yəni bunu 2-2, yəni 2-yə bölsək neçə gün istifadə etmiş olacaq? Hər gündə 2 dənə paltar, hər gündə 2 dənə paltar. Bu üçün 8 gün vaxt sərf etmiş olub. Gün yazmış olaq. Və 8 gün sərf etmiş olubsa, biz də deyirik ki, hər 2 günə bir dənə paltar tikir şagirdi. 8 günə neçə dənə paltar tikəcək? 8-i də 2-lərə bölürük. Bu da edir 4 paltar etmiş olacaq. Bu da paltar. Bu qədər doğru cavabımız var burada C variantında. Növbəti video izahda görüşmək ümidi ilə hələlik sağ olun.